Bu şəhərdə zibili divara atılır. Poçta elə bir məktubatdır. Adamlar yığışıb ada düzəldirlər və pişikləri çox sevirlər. Bura Kotor, Montenegrodur. Azalın birbaşa uçuşu ilə gəldik Montenegro Tivata. Buradan da yola düşdük Herceg-Novi. Biz maşına mindik, maşında gəmiyə mindik. Biraz gəzdikdən sonra ac. Dəniz qırağında balıq yeyərlər deyib ancaq balıq sifariş elədik. 3 gün dəniz yeməkləri yeməkdən birtəhər olduq. Onda da ət gətirdilər. Bu arada əti elə gözəl bişirmişdilər. Luxury life yaşayırıq. Luxury life-a çox dözməyib görməmiş kimi dənizə tullandı. Sahillərin çoxu qayalı olduğuna görə plajlara qumu xarici ölkələrdən gətizdirirlərmiş. Biz Budvada Hotel Splendiddə qalırdıq. Bu cür mənzərə, dənizin kənarı, açıq bufet və gözəl yeməklər. Hələ bu şirniyyatın dadından danışmıram. Səhəri gün yola düşdük Kotora. Old Town'da biraz gəzdik, dostlarımıza kiçik hədiyyələr aldıq, pişiklərə yemək verdik. Bəsdir deyib gəmiyə mindik. Dənizin ortasında kilsə görmüşdünüz. Bu adanı insanlar öz əlləri ilə ərsəyə gətirib. Son gün təəssüf ki, İlkanə xanımın miqreni tutdu və biz bu gözəl gölü gəzməyə gedə bilmədik. Dağların və dənizin vəhdətində yerləşən bu qədər gözəl göldən Montenegroya gəlməyimə peşmanam. Çünki qayıtmaq istəmirəm. Bu arada biz bu turu Paşa Travel vasitəsilə etmişik. Geriyə qayıtmaq nə qədər çətin olsa da darıxacağıq Montenegro. Bay bay.